Məkkədə təvaf zamanıdır, təvaf eləyir cəmaat. Qadınlar, kişilər, Allah qismət eləsin, 7 dəfə təvaf eləyirlər. Bir qadın, çadırada bir qadın, yaxınlaşdı Kəbənin divarına. Əlin çıxartdı çadranın altından, qoydu belə əlin divara. Arxasında bir nəfər var idi. Deyir, bunun əlin gördü, cavan bir xanımın əlin gördü, şeytan allatdı bunu. Əlin apardı, həmin qadının əlinə birləşdirdi, elə Kəbənin divarında. Deyir, Allah bunu cəzasız qoymadı. Bu kişinin əlin birləşdirdi qadının əlinə. Əllərin çəkdilər, istədilər ayırsınlar, gördü əllər bir-birindən ayrılmır. Cəmaat yığışdı, hay düşdü. Söz çatdı hakimə, Məkkənin hakiminə. Dedi, nə cür eləyək? Nə illah eləyirik, iki əli qadınla kişinin əlin bir-birindən ayıra bilmirik. Deyir, hakim gəldi, vəziyyətə baxdı. Nə qədər çarə, əlac mümkün olmadı. Birdən hakimin ağlına hardansa bu söz gəldi ki, Peyğəmbər balalarından bu il Məkkəyə gələn olub, dedilər, hə, Hüseyin ibn Əli Məkkədədir. Dedi, çağırın İmam Hüseyin əleyhissalamı. İmam Hüseyin əleyhissalam gəldi. Əvvəl danışdılar ağıya. Ağa dedi, gedək bu hadisə olan yerə. Gəldi, ağa gördü ki, bəli, bu kişi ilə qadının əli birləşib. Ayırmaq da mümkün deyil. Kişi yalvarır ki, ağa, yəbnə Rasulullah, bir əlac qıl. Bu kişinin sənəti bilirsiniz nə idi? Sarivan deyirlər ona, yəni karvanbaşı. İdarə eləyərdi, yollarda aparardı karvanı, bax bu cür. Dəvələri var idi. Deyir, bu sarvan yalvarır ağıya ki, yəbnə Rasulullah, məni bu xəcalətdən qutar. Hamı da bilir ki, İmam Hüseyin kimdir də. O gələn yerə da nə gələr? Nə xeyir gələr, nə bərəkət gələr, nə fəzilət gələr. Deyir, ağa üzün çevirdi Kəbiyə, 2 rəkat namaz qıldı. Mübarək əllərin açdı, dua elədi. Dua eləyəndən sonra deyir, yapışdı kişinin əlindən, çəkdi. Çəkən kimi əl qadının əlindən ayrıldı. Qadın getdi, hakim dedi ki, Hüseyin ibn Əli, icazə ver, bu kişiyə cəza verək. Dedi, yox, eləməyin. Elə bunun cəzası bəsdir buna. Bu da artıq xəcalət çəkdi bu işdən. Allah bunu bu cür xəcalətli elədi. Bu işi görmüyor. Hakim də cəza vermədi. Günlər keçdi, aylar keçdi, gəldi Aşura günü, axşam ot vurub yandırdılar xeymələri, çadırları. Hamı başladı qarət eləməyə. Biri Hüseynin qızının sırğasının qulağından açır aparır. Köynə yaparan kim? Gəldilər İmam Hüseyin əleyhissalama, əmmaməsin başından aparan kim? Hərə bir şey aparır. İmam Hüseyni öldürüblər, bəs deyil, indi qarət eləyirlər. Paltarların qarət elədilər. Deyir, bu iştirakçıların arasında həmən o sarvan da var idi. Gəldi, baxa-baxa o qətligahda, şəhidlərin cənazələrinə, gəldi, çıxdı həmin o çuxur yerə ki, gördü bir baş bədənindən ayrılıb. Bir başsız bədən düşüb, baxdı ki, İmam Hüseyin əleyhissalam. Amma heç nəyi yoxdur əynində. Qarət olunub aparılası bir şey yoxdur. Baxdı, gördü ki, barmağında bir dənə üzük var. Qanın içərisində üzük işıq saçır. Əlin uzatdı ki, üzüyü çıxartsın, gördü, çıxarta bilmir. Allah. Onda deyir, xəncərin çıxartdı, qılıncını çıxartdı. Ağanın barmağını kəsdi, üzüyü barmaq qarşı qapardı.
Gör dünyanın əyriliyinə bax, iyrəncliyinə bax. Gör insanı tamah hara gətirib çıxartır. Ki sən o adam idin ki, İmam Hüseyn əleyhissalam səni o xəcalətdən qurtardı. Əlvi o qadının əlindən ayırdı. Sən amma indi ağanın əlin kəsib aparırsan. Kərbəla həm də bu iyrənclikləri insanlara göstərdi. Və İmam Hüseyn əleyhissalamın əzəmətin, kəramətin ki, bu hansı işlər görərdi, hansı kəramətlər göstərərdi. Bilə-bilə ki, bu adamlar axırda gəlib İmam Hüseyn əleyhissalamı qətlə yetirəcəklər, öldürəcəklər. Odur ki, Əli əleyhissalam buyurur, əzəmətli insan, kəramətli insan o adamdır ki, yaxşı işi görər, boynunda bir borc bilər, heç nə ummaz. Biləndə ki, bundan xətər gələcək, yenə yaxşılığını eləyər. Çünki bunu vəzifə bilir özündə, bunu borc bilir özündə.